zamansa onun taleyi dənizlə bağlı olub. Dənizin göz işlədikcə uzanan sonsuzluğunda ruhunun dincliyini tapıb. Həftələrlə torpaq görməyən dənizçi həyatını o çox sevirdi. Dərya deyirlər dənizə, ona görə dərya deyirlər ki, dəniz sonsuzdur. Dənizə baxdıqca adamın gözləri gedir, baxırsan dənizə, qəlbin sevinir. Dəniz Allahın böyük bir möcüzəsidir. Ona görə dənizdə işləmək mənim elə bir ki, başqa bir həyatım idi. Və o bu çevrədə elə saysız, hesabsız dostlar da tapmışdı. Evə gələndə belə onun üçün qəribsəyən anasının qulluğuna baxmayaraq dəniz üçün darıxırdı. Dənizin səsi, qəribə qoxusu maqnit kimi onu özünə çəkirdi. Elə zülmət qaranlıq da onu dənizdə yaxaladı. Doğrudan da taleyin qəribə oyunları var. Düz 29 yaşında ad günündə dünya onun üçün sanki sönür. Çox çətin. Yəni insan üçün bu heç bir ki mən arzulamaram belə bir şeyi, amma çox çətin mən. Elə bir ki hər şey söndü həyatda. İnsan elə bir ki yaşamaq eşqi ölür insanın. Yəni ki mən heç yaşamaq istəmirdim. Çox belə pis bir məqam idi mənim üçün. Bir ay tamam işıq görmürdüm, bir ay. Sonra bir aydan sonra yavaş-yavaş bir balaca işıq gəldi gözümə. Yəni o bir ay ərzində tam zülmət çox ağır keçdi, çox ağır keçirdim. Özdə onda gəmidə idim hələ mən. Biz oradan Yunanistana getdik, Misirdən Yunanistana getdik, sonra gəldik Ukraynaya, sonra mən düşdüm gəmidən. Necə deyim, valla o hissi biraz çətindir mənə də demək. Birdən-birə insan necə qaranlıq otağa girəndə heç nə görmürsən, nə hiss eləyirsən, elə bir şeydir. Yəni ki, sağlam adam bilir ki, qaranlıq otaqdan çıxacaq, görəcək yenə də. Amma burada bilirsən ki, zülmətdir qabaqda. Ona görə çox çətindir insana. Mən dənizdən gələndə mənim ağır günlərimdə, mənim çətin vaxtlarımda mənə dayaq olan mənim anam olur. Həyat yaşam onun üçün mənasızlaşmışdı. O bundan sonra kimin üçün və nəyə görə yaşayacaqdı? Heç cür yeni həyat tərzinə alışa bilmirdi. İnsaf onun həyatına bax belə bir məqamda gəlir. Mən elə bir ki, fikrimdə bunların hamısını canlandırırdım. Mən bunu həmişə demişəm, deyəcəm də. Mənim fikrimdə, əvvəlcə mən gözüm tutulanda mənim evlənmək fikrim yox idi. Mənim fikrimdə o idi ki, mənim gözüm açılsın, sonra mən baxım, gözümlə görüm, seçim. Amma sonra mən gördüm ki, əsas göz deyil, əsas qəlbdir. İnsan qəlbi ilə sevməlidir. İnsan qəlbi ilə yaşamalıdır. Sonra mən qərara gəldim evlənmək. İndi elə bir də, yəni ki, özümə uyğun bir insan axtarırdım. Özümə bir uyğun insan da İnsaf xanımla görüşəndən sonra mən elə bir ki, oxşadım ona, mən tanıdım onu ki, necə insandır. Nə yaxşı ki varsan, yanımdasan, hər buludlar qalxanda, yağışlarla yağanda, məni yaşadı. İdrak həyatına daxil olan bu xanımın obrazını fikrində elə heyecanlandırırdı, düşünürdü. Bu obraz öncə səslə, sonra fikirlərlə, daha sonralar isə ona bağlanan bu xanımın sevgisi ilə, qayğısı ilə canlanırdı. Beləcə sönmüş dünya sübh çağını xatırladan yeni nura boyanırdı. Deyirlər mənə bu sualı ki, yəni heç bir fiziki qüsurun yoxdur. Yəni fiziki qüsuru olan adamla, insanla ailə qurmusan, bir kəlmə sözüm var da, bir kəlmə ilə istəyirəm ifadə edeyim. Yəni ruhuma yaxındır. Mən idrakda öz ruhumu tapdım. Özümü tapdım. Xoşbəxtçiliyimi tapdım. İndi mənə elə gəlir ki, bəlkə də məndən xoşbəxti yoxdur. Nə yaxşı ki varsan, yanımdasan.
Bir iş yoldaşım bizi tanış elədi. Mən gəldim bu evdə onunla tanış oldum. Yəni elə belə gəlmişdim, sadəcə olaraq bilmirdim. İdrakin məlumatı var idi, amma mən bilmirdim. Söhbət elədik. Evin yəsi kimi hətta bizə çay gətirdi. Özü öz əli ilə dəmlədiyi çay gətirdi, qoydu qabağımıza. Mən onda da başa düşmədim ki, bu görmür. Görənlər kimi evin içində elə hərəkət elədi ki, mənim heç xəbərim yoxdur. Mən elə o momentdə hiss elədim ki, telefonu stolun üstünə qoyanda stolu axtardı ki, necə qoysun. Səhərsi gün mənə zəng vurdu. Mənə dedi ki, mən Lənkərana gedirəm, belə bir söhbət oldu, sizə nə gətirim? Onda hiss elədim ki, yəni bu mənə niyə gətirməlidir ki? Sonra oradan da zəng vururdu mənə tez-tez. Artıq o zənglərdən məlum oldu ki, bunun niyyəti nədir? İlk fikir oldu ki, mən buna nə cavab verəcəm? Mən buna nə cavab verəcəm? Mən bunu ümidləndirməyi də istəmirəm axı. Kiməsə ümid verməyi də, sonra ondan geri çəkilməyi də yaxşı bir şey. O da bir günahdır. Çox düşündüm, həddindən artıq. Bəlkə mən bununla dedim, ailə qurum. Bunun ailə qursam daha xoşbəxt olaram. Çünki o günə kimi xoşbəxtçiliyimi görmürdüm. Ona görə mənim ondan çox xoşum gəldi. Gülüb danışan və adamla söhbət eləyən. Ona görə mənim ondan xoşum gəldi. Mən onunla söhbət elədim, telefonla da, sonra da bu öz fikrimi bildirəndən sonra biraz ara çəkdi. Mən bildim ki, evdə narazıçılıq var bu barədə. Anamla atam çox aqressiv cavab verdi mənə. Birincidən, yəni həqiqəti deyirəm sizə. Dedilər ki, axı sən mənim qızımı necə o çətinliyin içine ata bilərəm ki? Sən düşüncəsiz də indi hərəkət eləyə bilərsən. Atam mənə belə bir sual verdi ki, qızım da istəyirsən, istəyivə çox hörmətlə yanaşıram. Amma düzdür, onsuz da biri iləndir ailə quracaqsan. Amma sən bilirsən ki, çətinliyə düşəcəksən, mənə dedi. Və sən onunla hansısa bir məclisə, hansısa bir küçəyə çıxanda, onunla gedəndə bir xəcalət hissi keçirməyəcəksən ki, yanında məsəl üçün ya görməyən var, ya nəsə də belə. Dedim ki, ata kim sığortalanıb həyatından? Heç kim sığortalanmıyor. Mənim də başıma gələ bilərdi. Biz atamızın başına hadisə atamızı atacaqdıq. Yox. Bəlkə də ümidi mənəm. Niyyətində fikirləşib ki, mən bu xanımla ailə qursam, mənə yaxındır, mənə kömək eləyər. Məni istəyirsinizsə, mənim qərarıma da hörmət edin. Mən istəyirəm ailə qurum. Fikirləşib dostlar necə cavab verirlər? Tərəfin içində, yoxsa əmin edildi bu müsbət olacaq cavab? Yəni, bilirsiniz, yenə də mən deyirəm ki, hər şey Allahın əlindədir. Mən bunu fikirləşmişdim və Allaha bıraxmışdım. İnsaf razı olsaydı da, olmasaydı da, yəni insaf razı oldu, mən çox sevindim. Amma razı olmasaydı da, yəni Allah özü bilən məsləhətdir. Mən bunu həmişə belə fikirləşmişəm. Yəni Allah bunu mənə məsləhət bildi, mən də evləndim onunla və şükür Allah bu günə kimi də narazıçılığımız yoxdur, xoşbəxtdir, Allah razı olsun hamıdan. Mən bilirəm ki, insafla bizim ailə həyatımız çoxlarına örnəkdir. Həmişə bizə deyirlər ki, sizə halaldır. İndi özümüzü tərifləmək olmasın. Беседа с Богом. Книга 1. Благодарность. İdrakin həyatında sanki yeni bir səhifə açılmışdı. Sən demə insanın bəzən yaşamağa elə başı qarışır ki, özünü də unudur. İdrak indi unutduğu məni ilə yenidən tanış olur. Həyata, insanlara, yaradana daha çox bağlanır. Sanki qəlbinin gözü ilə yenidən bu dünyaya baxır və o əmindir ki, onun duaları Yaradanın dərgahında eşidilib.
9 il yaşamışam da birdən-birə belə tutulub gözlərim. Mənim üçün çox çətin oldu. Yenə də insanlar mənə böyük dayaq oldular. Hələ o gəmidə də, sonra gəldim mən, Allah insana yolu açır da, gəldim başqa bir insanlarla tanış oldum. Mənə həyatı başa saldılar, yəni həyat eşqini, yəni ki, gözlə hər şey bitmir. İnsan yenə də yaşamalıdır, insan getməlidir qabağa. Mən ona görə bu insanlara çox minnətdarlığımı bildirirəm. Mən indi keçmişimi xatırladım. İnsanlar görürlər, insanlar sağlamdırlar, o hallarını qiymət vermirlər. Hər bir xırda bir şeyə görə kədərlənirlər, hirslənirlər, əsəbləşirlər. Amma onlar hamısı boş şeylərdir. İnsan sağlamlığını itirəndən sonra bunların qədrini bilir. İnsan çalışmalıdır ki, xoş yaşasın, gülsün, danışsın, sevgi yaratsın qəlbində, həyat eşqi yaratsın. Onda insan xoşbəxt olur. Deyib gülən idi. Gördüm ki, bu adamın gözü görmür, amma necə də, həyatdan necə də elə deyib gülür, danışır. Mən bundan ibrət aldım. İbrət aldım. Özümə dedim ki, mən mütləq özümü dəyişməliyəm. Belə oturub bütün günü negativ fikirlərlə yaşamaq düzgün deyil. Amma oturur, mən gəlincə də o gedirdi Gözdən Əlillər kitabxanası var. Oradan kitablar götürüb oxuyurdu. Amma mən gələndən sonra artıq internetdə özünüz bilirsiniz ki, genişdir. İnternetdə də hər şey var. İnanırsınız, bütün kitabxananın kitablarını oxumuşdu, kitab yox idi oxumağa. Orada təzə kitab da gətirmirdilər ki, yenilər oxusun. Mən internetdən başladım buna kitablar götürməyə. Yüklədim, o da oxuyur. Onları mənimlə obrazlara kimi bölüşür. Xoşu gəldiyi kitablara. Hansı ki, onda düşüncə yaradır, hansı ki, onda deyir ki, həyatda belə yox, sən demə, belə olmaq lazım imiş. Allaha belə yox, belə yolla yaxın olmaq lazım imiş. Ruhan belə təmizlənmək lazım. Bunları hamısını mənə başa saldı. Mən bunları bilirdim hansısa bir qismini, amma belə dolğun, belə, yəni ki, dəqiq bir şey bilmirdim. Yəni, bunun köməkliyi ilə deyirəm, onun da oxuduğu kitabların köməyi ilə özü də, necə deyim, həyatını dəyişdi, mən də həyatımı dəyişdim. Sən demə, bu həyatda göz yox, ruh görməliymiş. Mən bilmirdim. İndi mənə hər şey aydın olub ki, mən həyatda bu vaxta kimi heç görmürmüşəm. İndi görürəm. Ətəzizlə ailə quranda, məsələn, bu düşüb gəzirdi, mən qorxurdum. Dedim, İdrak, sən gedirsən, gəzirsən, bir ağacı var bunun, gözüvə girər, İraq olsun, nə bilim, bir lüku açıq olar, nə bilim, pləkanı var. Deyirdi, qəti elə şey düşünmə. Həmişə yaxşı şey düşün. Çünki insan nə düşünürsə başına gəlir. Mən bu vaxta kimi özüm getmişəm, yavaş-yavaş gəlmişəm. Çünki fikirlər, nə düşünürsən həyatda olar, hamısı həyata keçir. Ona görə də mən ondan sonra daha qorxdum. Dedim ki, yox, mən elə şey düşünmürəm. Artıq mən daha da pozitiv bir düşüncədəyəm. Sən gedəcəksən də sağlam da gələcəksən. Onların bir-birindən küsən, bəzən inciyən vaxtları da olur. Çox da keçmir ki, barışırlar. Çünki heç biri küsdə qala bilmir. Ancaq bütün bunlara baxmayaraq, onların başqa ailələrdən bir fərqi də var. Qarşıda bəlkə boşa düşüb bir-birini tanımaq sürprizləri yoxdur. Çünki ən ağır bir dönəmdə yollarını birləşdiriblər. Gözü görməyən insanın əsəbləri tarım olur, ya bir şeysə ondan biraz tonu dəyişdin, o artıq hiss eləyir onu. Çox hissiyatlıdır. Elə bir ton deyil, məsəl üçün, yorğun olmuşam. Hansısa orada məsəl üçün bir şey demişəm ona, o artıq ondan çox etkilənir də, təsirlənir. Məsələn, mən deyirəm ki, yox, mən bunu belə yox, belə demək istədim. Sən mənə səhv başa düşdün. Və yaxud da məsələn, üzr istəyirəm, yorğun olmuşam. Keç, məsəl üçün, günahımdan keç. Bunları eləyirik. Amma indi o da başa düşür də, indi belədir ki, mən bunu bilirdim ki, belədir. Gərək mən onun dedikləri ilə, necə deyim, ayaqlaşım və onun dediklərinə əməl edeyim.
Çünki başqa cür ola bilməz. O da çalışır ki, özünü sakit saxlasın, stabil saxlasın. Yəni, pastayan öz üzərində məşğuldur da belə. Yəni, sakitləşir, ruhən də olsa. Münasibətdə görürəm ki, mən də o da sakit-sakit hər şeyi həll edirik. Yəni, hər şey öz su kimi axır gedir həyat. Yəni, bir-birimizi incitmirik. Olur arada biraz küsülü qalmışıq, sonra barışmışıq. Amma küsülü qalmağımız 1 saat, yarım saat belə. Sonra gəllə barışmışıq. Onun mənə diqqəti çox güclüdür. Vallahi, o həmişə mənə nə lazımdır, evdəmi, ya bir yerə gedəndəmi, həmişə mənə dayaqdır. Mən can yoldaşımdır da, vallahi. Mən bəlkə də heç arzuladığımdan da artığı gəldi mənim üçün. Şükür Allaha. Yəni, həmişə mənə kömək edir. Həmişə. Evdə gəzir, rahatdır. Hətta hər işi, çox şeydə özü görə bilir. Məni heç incitmir. Nəsə itirib eləyəndə, hansısa bir şey əşyanı yerinə qoymanda mən ona kömək eləyirəm tapmağa. Amma çölə bayıra çıxanda çox çətindir, məsəl üçün də onun üçün. Amma mən artıq öyrəşmişəm. Mən gözü görənə də deyirəm ki, düş, çıx, qalx. Kiminlə gedirəm, ona deyirəm, düş, pilləkən var, çıx. Yəni ki, bu artıq məndə bir vərdiş halını alıb. Ona görə də mənə özü deyir ki, səndən yaxşı məni küçədə gəzdirən yoxdur. Ya gedib onun kimsə ayağını əzəcək, ya da ki, həm ağacı var bunun, pilləkəni var bunun açıq, məsəl üçün, bir də görsəm, çuxuru var, oralardan qorunmaq lazımdır. Yəni, bunu başlı-başına əlini buraxın, mən getsin, elə olmaz. Bir sənətlə onunla tanış olmuşam, amma gələndən sonra ona çox bir sənətləri düzəltdirdi ki, yəni sənə bunlar lazımdır, nöhrün belə olmalıdır. Çünki sən arasa gedəndə sənə çətin olmasın, imza ata bilmirsən, çətindir sənin üçün, sıxılırsan. Hazır nöhürdür, məsəl üçün. Amma bunlar istəmirəm ömürlük getsin. Nə vaxtsa bunun gözü atılsın, o sənətlərin hamısını atım. İstəyirəm daha da onun gözü açılsın. İlk növbədə deyirəm, uşaqları görsün. Niyyətim odur. Sonra deyirəm, onsuz da mən onun yanındayam, məni görəcək. Amma uşaqları toxunaraq o hiss eləyir, o çox mənə pisləsin.